Davam edirik. Bakıda 7-ci İqtisadiyyat və İdarə Etmə sahəsində tədqiqatçıların beynəlxalq elmi konfransı keçirilir. Tədbir dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem mövzusuna həsr edilib. Ətraflı məlumatı əməkdaşımız Rəhlə Rafiq qızı birbaşa bağlantıda bizə çatdıracaq. Rəhlə, hansı istiqamətdə mövzular müzakirə aparılır, sizdən eşidək. Bəli, dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem mövzusunda tədbir davam edir. Öncəki bağlantılarımızda bildirdiyimiz kimi panel iclaslardan biri məhz COP29-a həsr olunub və olduqca maraqlı mövzuların müzakirəsi gözlənilir. Elə hazırda yanımda qonağımız var. Hər vaxtınız xeyir Elnur bəy. İstərdik elə sizinlə də biraz həmsöhbət olaq. Bu məhz paneldə hansı mövzular müzakirə olunacaq? COP29-la bağlı hansı prioritetlər var? Elə istərdik sizdən eşidək. Buyurun. Bilirsiniz ki, konferansın əsas mövzusu iqtisadiyyat və idarə etmədir və COP proseslərinin də əsas mövzusu bundan ibarətdir ki, artıq dünya iqtisadiyyatı ənənəvi metodlarla, ənənəvi xətti üzrə inkişaf edərsə, yer kürəsini itirə bilərik. Çünki bilirsiniz ki, ənənəvi iqtisadi sistem həddindən artıq istixana qazlarının yaranması ilə paralel baş verən hadisədir. İqtisadi inkişafla ənənəvi yanacaqların yandırılması və havaya atılan qazların da dünyanın iqliminin dəyişməsi artıq krizis vəziyyəti yaradır. Nəyi deməyə çalışıram? Ümumiyyətlə artıq qlobal iqtisadiyyat müzakirələri mütləq iqlim müzakirələri ilə yan-yana olmalıdır. Çünki iqtisadi modellər dəyişməsə, dediyim kimi biz bildiyimiz halıyla yer kürəsinin və mövcud dünya sivilizasiyası hətta ortadan qalxa bilər. Spesifik olaraq amma bu paneldə mövzu əlbəttə ki, Azərbaycanın COP29-dakı əldə elədiyi nəticələrin bir mənada bayram edilməsidir. Yəni bunun həm izah edilməsi, həm də o momentumu itirməmək məsələsidir. Çünki biz rəsmi olaraq hələ də COP prezidentliyi bizdə davam edir. Bildiyiniz kimi bu yalnız noyabr ayında Braziliyanın rəsmi olaraq prezident olmasına qədər davam edəcək. O mənadan bizdə baş verən COP29 keçən il noyabr ayında başlanğıcı idi. Və prosesin davamiyyəti nə mənada əhəmiyyətlidir? Biz orada müəyyən təşəbbüslərlə ortaya çıxdıq. Bilirsiniz ki, iqlim maliyyəsində çox ciddi nəticələr əldə edildi. 6-cı maddə üzrə Paris sazişinin ciddi nəticələr əldə edildi. Amma bu nəticələrin implementasiyası davam edir. Çünki qərar vermək bir məsələdir. O qərarı həyata keçirmək, onu icra eləmək başqa bir məsələdir. İcra prosesi davam edir. Dediyim kimi, bütün hallarda bu ilin noyabrına qədər Braziliyada, Belém şəhərində keçiriləcək. COP30-a qədər davam edəcək. Amma hətta COP30-dan sonra belə artıq bizim institutlaşmış bəzi tədbirlərimiz COP-un ömrü boyunca necə deyərlər, bütün o inşallah 2050-ci ildə bu məsələlər yekunlaşır, ona qədər davam edəcək. O mənada buradakı paneldə də spesifik olaraq məqsəd əldə edilən nailiyyətlər, onların icra mexanizmələri və bu estafeti necə Braziliya tərəfinə ötürəcəyik, bunun modallıqları haqqında müzakirələr aparmaqdır. Təşəkkürlər, çox sağ olun. Belə, sizə birinci paneldən, COP29-la bağlı olan paneldən çatdıracaqlarımız bunlardan ibarət idi. Buyurun, söz sizdədir. Təşəkkür edirik Rəhlə, sizə ətraflı məlumat üçün biz də davam edirik.